Salam canlarım, necəsiniz? Yeni video ilə mən gəldim. Bu gün bizdə çox gözəl hava var idi. Həyətdə samvar çayı qaynatdım. Samvar çayımız qaynadı, hazır oldu. Süddən qaymaq çəkmişdim, ondan yağ hazırlamalıydım. Mən başladım yağ hazırlamağa. Mənim üçün ən asan yol budur, maşınla süddən qaymağı ayırmaq və əlinə də belə qaymağı hazırlamaq, yağ etmək. Mənə görə əgər kənddə yaşayırıqsa, istifadə etdiyimiz məhsullar sağlığa zərərsiz olmalıdır, təbii olmalıdır. Ona görə də mən bacardığım kənd məhsullarını çalışıram ki, özüm evdə hazırlayım. Qaymağı ayranından ayırdım, yudum. Burada 1 kilo paketlərə yığıram. Belə daha rahat olur mənim üçün istifadə etmək. Toyuqlarımıza, cücələrimizə xəstəlik düşübdür. 15 gün, 1 ay olar. O dərman qalmadı ki, verməyək. Yenə dərmanlı su hazırlamışam. Bəlkə bu səfər özlərinə gələrlər deyə. Burada mən sağollaşıram sizlərlə. Sağ olun. Allaha əmanət olun. Gələn videoda görüşənədək.